Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi asan və tez başa gələn, çox dadlı, maraqlı turşu hazırlayacağım. Bəli, düz eşitdiniz, turşu, nektarin turşusu. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? Nektarinləri təmiz-təmiz yumuşam. 2 ədəd litr yarımlıq banka götürmüşəm. İlk öncə bankalarımıza qara dənəvər istiot əlavə edirəm və hər bankamıza 2 diş sarımsaq əlavə edirəm. Hər bankaya 1 ədəd nanə əlavə edirəm. Mən giləmərzə də əlavə edəcəm. Əgər sizdə giləmərzə yoxdursa, sadəcə nanədən istifadə edə bilərsiniz. Düzdür, giləmərzə xüsusi bir dad qatır turşulara. Bu meyvəni həmişə kompotlarda və yaxud mürəbbələrdə görmüşük, amma bu dəfə bunun turşusunu hazırlayacağam. Hal-hazırda bildiyimiz kimi meyvələrin bol vaxtıdır. Bunu hər kəs edə bilər. Meyvələri alarkən və yaxud seçərkən həm xırdasını, həm də bərkini seçin ki, turşu üçün belə daha rahatdır, yaxşı olur. Həm də bankaya çox gedir meyvə. Əziyyətə dəyər verən videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Əgər siz də mənim kimi turşu sevənsinizsə, onda səhifəmi yaddaşa vurun. Çünki qarşıdan çox maraqlı turşular gəlir, izləmədə qalın. Gördüyünüz kimi bankaların ikisini də doldurdum. Meyvə iri olanda bankada az olur, amma xırda olanda banka tam dolur. Hər bankamıza qaşıq yarım duz əlavə edirəm. Duz turşu duzudur, yodsuz duzdur. Və hər bankamıza 1 yemək qaşığı şəkər tozu əlavə edirəm. Şəkər ona görə əlavə edirəm ki, az da olsa qızqırmanın qabağını alır və biraz dad qatır. Və hər bankamıza 1 stəkan üzüm sirkəsi əlavə edirəm. Və üzərinə qaynanmış su əlavə edirəm. Düzdür, bunu bir çoxları 10 dəqiqə də olsa qaynadırlar. Amma mən qaynatmıram, çünki meyvələr tam bərk qalsın deyə bunu qaynatmıram. Üzərinə qaynanmış su əlavə edib, qapaqlarını bağlayıb bunu istədiyi halda bir gün saxlayıram. Səhərsi günü bunu qışa qədər sərin yerdə saxlayıram. Gördüyünüz kimi qaynar suyu da əlavə etdim və qapaqlarını bərk-bərk bağlayıram. Və bu formada bunu qarışdırıram ki, sirkəsi, duzu suya yaxşı qarışsın deyə. Bu da bizim qışa hazırlığımız hazır oldu. Dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Əgər paylaşdığım videolar kimlərəsə fayda oldusa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.